Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Bugünkü videomda süfrələrimizi bəzəyən bəhbəhlə yediyimiz bilinciklərin ideal formada hazırlanmasını təqdim edirəm. Hazırlama qaydası olduqca asan olan bilincik xəmirinin yuxaları olduqca nazik alınır, səliqəli bir şəkildə bükmək mümkündür. Dadı, ləzzəti də ki doyulmazdır. Hazırlama qaydası sizin üçün maraqlıdırsa, buyurub videomu izləyə bilərsiniz. Xəmiri hazırlamaq üçün bir qabın içərisinə bir ədəd yumurtanı sındırıram. Üzərinə təxminən yarım çay qaşığı duz, yarım çay qaşığı şəkər tozu əlavə edərək qarışdırıram. Sonra qaba 200 ml stəkanla bir soyuq süd, yarım stəkandan biraz az soyuq su əlavə edərək yaxşıca qarışdırıram. Sonra kütlənin üzərinə 3 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırıram. İstədiyiniz növ duru yağdan istifadə edə bilərsiniz. Ən sonda kütlənin üzərinə 200 qramlıq stəkanla bir ələnmiş unu əlavə edərək qarışdırıram. Unun topaları tam açılana qədər yaxşıca çalıram. Qazın üzərində yaxşı qızdırdığım tavanın dibinə biraz zeytun yağı çəkirəm. Sonra hazırladığım xəmirdən tavaya əlavə edərək gördüyünüz kimi tavanın dibinin hər tərəfinə bu şəkildə yayıram. Xəmirin bir üzü biraz qızarandan sonra digər üzünə çevirirəm. İkinci üzü biraz az qızarmış olur. Gördüyünüz kimi belə bir nazik bilincik lavaşları alınır. Bilincikin içliyi üçün qovrulmuş qıymadan istifadə edirəm. İstədiyiniz növ içlikdən istifadə edərək bu gözəl bilincik lavaşlarından bilincik hazırlaya bilərsiniz. Qıymadan lavaşın orta hissəsinə bu cür yerləşdirərək səliqəli bir şəkildə bükürəm. Hazırladığım bilincik xəmirindən 11 ədəd bilincik alındı. Bilincikləri qızartmaq üçün tavanı yaxşı qızdırdıqdan sonra biraz zeytun yağı əlavə etmişəm. Yağ qaynar olandan sonra bilincikləri tavaya düzürəm. İki üzünü də biraz qızardıram. Gördüyünüz kimi belə bir bilinciklərim hazır oldu. Görünüşü gözəldir, dadı ləzzəti doyulmazdır. Hazırlamağı hər birinizə məsləhət görürəm. Əvvəlcədən hazırlayanlara da nuş olsun deyirəm. Bəzi xanımlar bilincik xəmirinin qalın alındığından bilincik hazırlamaqdan ehtiyat edirlər. O xanımların nəzərinə çatdırıram ki, bu qaydadan istifadə edərək çox gözəl, nazik bir gözəl bilinciklər hazırlayıb süfrələrinizi bəzəyə bilərsiniz. Videomu sona qədər izlədinizsə, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olsanız, bəyəndiyiniz videolarımı paylaşsanız sevinərdim. Yeni videolarda görüşmək ümidi ilə Allaha əmanət olun. Süfrələriniz ruzili, bərəkətli, bol olsun inşallah. Canınız sağlam olsun.